Bəs sidiyin böyrəyə geri qaçması nədir? Bunun müalicəsi də əməliyyatla olmalıdırmı? Reflüks dediğimiz, vezikulateral reflüks dediğimiz bir problemdir bu. Sidik yaxarına və böyrəyə geri qayıtması bir tərəfli və iki tərəfli ola bilər. Yəni bir böyrəyə də ola bilər, iki böyrəyə də. Bu necə baş verir? Bilirik ki, böyrəkdə yaranan sidik yaxarları vasitəsilə sidik hissəsinə, sidik kanalı vasitəsilə də çölə xaric olur. Sidik hissəsində toplanan sidik kanala keçmədən öncə, yəni sidik aktı zamanı bəzən bir hissəsi çölə xaric olur, bir hissəsi təkrardan böyrəyə geri qayıdır. Buna reflüks deyirik. Yəni niyə bu problem yaradır? Çünki elə bir insan ola bilməz ki, onun sidik hissəsində bakteriya olmasın. Yəni sidik hissəsinə bakteriya girə bilər. Amma böyrəkdə bakteriya olduğu zaman bu infeksiya problemdir. Sidik hissəsinə əgər böyrəkdə yaranan sidik gəlib tökülürsə və bu xaric olduğu zaman bakteriya ilə qarışır, xaric olur, belə deyək. Əgər təkrar böyrəyə geri qayıdırsa, sidik hissəsindəki bakteriyalı sidik böyrəyə qayıtmış olur. Və bu vəziyyətdə nə olur? Böyrək içərisinə yapışan o bakteriyalar infeksiya törədir. Və bu uşaqlar bizə adətən sidik yolu infeksiyası ilə müraciət edirlər. Ümumiyyətlə uşaqlarda sidik yolu infeksiyası keçirdən 10 uşaqdan 3 və ya 5-ində bu problem olur. Xüsusilə qızdırmalı sidik yolu infeksiyası və təkrar baş verən sidik yolu infeksiyası. Gələk bunun əməliyyatmı, təqibmi məsələsinə. Burada 5 dərəcə var. Ən ağır dərəcə 5-ci dərəcədir, ən yüngül dərəcə 1-ci dərəcədir. Yəni sidik böyrəyə tam qayıdıb, böyrəyə genişləndirib və onun fəaliyyətini aşağı salırsa, bunlara müdaxilə edirik, kobudca desək. Amma aşağı dərəcədirsə təqib oluna bilər. Nə vaxta qədər? 1 yaşından hətta 3 yaşına qədər belə izlənilə bilər. Böyrək zərər görmürsə, qoruyucu müalicələrlə böyrəyə bir uşağın infeksiyası olmursa, təqribən 80-85%-ə qədər aşağı dərəcə reflükslər öz-özündən sağalır. Amma bizim müdaxilə edəcəyimiz qrup hansıdır? Xüsusilə 1 yaşın üzərində böyrək fəaliyyətini aşağı salan, böyrəyi zədələyən və tez-tez infeksiyaya səbəb olan bir problem yaranırsa, o zaman biz onlara qapalı, açıq, hər hansı bir gel vurma üsulu, xüsusi bir müalicələrlə müdaxilə etməyə məcbur oluruq. Çünki müalicə olunmazsa, mütləq şəkildə bunlar gələcəkdə böyrək çatışmazlığı, yəni 5 uşaqdan ən az 3-ündə 30-40 yaşlarında xroniki böyrək çatışmazlığı başlayır.